Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin Allah'tan çok sağ olsun bizimle şehit mabeyleri ışıklandırırlar, şehit bağlarını ışıklandırırlar. Çok sağ olun, var olan. Vallahi başka o adam hususu, o adam aşağılık, Fuat kardeşimiz şehidimizin hususu davet edildi. Şehit mabeyleri çok sağ olun, bize Allah mekanları sizlerle sağ olun. Fuat kardeş, Allah seyirlerleri var. Milli geyine, milli geyine. Hamdolsun Allah'a. Müasir Azərbaycan dövlətinin qurucusu və mimarı, ümmümilli lider Heydər Əliyev eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhidlərin ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin. Vücud oğullarımızın sayəsindədir. Onların qarşısında baş əyirik. Söz verilir məktəbin direktoru Zülfiyə Əzimoğlu. Hörmətli tədbir iştirakçıları, ilk əvvəl dəvətimizi qəbul edib gəldiyiniz üçün, bugün şəhidimizi, əziz xatirəsini anmaq üçün, bura toplaşdığımız üçün hər birinizə təşəkkür edirik. Şəhidimizin ailə üzvləri və məktəb kollektivi tərəfindən. Mən onu deyə bilərəm ki, Mustafa İsmail Sultanaroğlu Qırağlı kəndinin mərd oğullarından biridir. Kəndimizin mərd oğulları çoxdur. Bugün Mustafa İsmail'in doğum günüdür. İsmail 1974-cü il yanvarın 10'unda Qırağlı kəndində kasıb bir ailədə anadan olub. Vüqar Əzimov adına Qırağlı kənd tam orta məktəbində təhsil alıb, hal-hazırda onun oxuduğu məktəbdə biz yetişmişik onun əziz xatirəsini anmaq üçün. Sinif yoldaşım olub, yadımdadır indi də qıvrım saçlı, sadə, təvəzzülkar bir oğlan idi. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzuluyuram. Çox danışmayacağım. Əlbəttə ki, bugün söz İsmail'in ailə üzvlərinindir, onun sinif yoldaşlarınındır, qazilərimizindir. Onlar desinlər, xatirələrini danışsınlar.
Biz də böyük məmnuniyyətlə axıra qədər dinləməyə hazırıq. Allah şəhidin ailələrinə də səbir versin. Yenə deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Siz də çox sağ olun ki, bugün burada iştirak edirsiniz. Söz verilir şəhidimizin bacısı Hamayın Ağayevaya. Əvvəla hamınızı salamlayıram. Sizə xoş gəldin deyirəm. Mən qardaşımın haqqında çox sözlər danışa bilərəm. Ancaq müharibə macal vermədi. Hamının arzusunun rəyində qoydu. Mən qardaşımla fəxr edirəm ki, o vətən uğrunda şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilərə can sağlığı versin. Gəldiyinize görə də sizə çox minnətdaram. Allah köməyiniz olsun. Mən bundan artıq nə deyə bilərəm? Çox söz danışaram, ancaq nağarım. Söz verilir Saatlı rayon icra hakimiyyəti yanında humanitar şöbənin rəhbəri, rayon icra başçısının müavini Mehriban xanım Ağayevaya. Hörmətli tədbir iştirakçıları, əziz şəhid valideynləri, müharibə əlilləri, müharibə iştirakçıları, hər birinizi salamlayıram. Bugün biz Mustafayev İsmail itkin şəhidimizin anım tədbirinə toplaşmışıq, xatirəsinə həsr olunmuş tədbirə toplaşmışıq. Mən deyərdim, bu əslində Qıraqlı Kənd Tam Orta Məktəbinin, Vüqar Əzimovna Qıraqlı Kənd Tam Orta Məktəbinin kollektivinin təkcə bir şəhidimizə yox, ümum rayon şəhidlərinə olan hörmətinin, etimadının bir nümunəsidir. Şəhid ailələrinə olan diqqətin bir nümunəsidir. Mən şəxsən Zülfiyə xanıma məktəbin rəhbərliyi olaraq onun bütün kollektivinə, pedaqoji, şagird, istər texnik işçilərinə öz təşəkkürümü bildirirəm. Çünki Zülfiyə müəllimə bura rəhbər təyin olunan vaxtdan etibarən demək olar ki, bu silsilə tədbirlər davamlı keçirilir. Bu məktəbin şəhid ailələrinə olan diqqətidir. Eyni zamanda burada oxuyan, təhsil alan gənclərimizin, məktəblilərimizin milli vətənpərvər ruhda böyüməsi istiqamətində aparılan böyük maarifləndirici işlərdir. Təqdirə layiq biz qiymətləndiririk, müsbət qiymətləndiririk. Eyni zamanda digər ümum təhsil məktəbləri üçün də bir örnək addımdır. Bilirsiniz ki, bizim xalqımız üçün də hər zaman şəhidlik uca bir zirvə olub. İstər mənəvi baxımdan, istər dinimiz baxımdan hər zaman uca zirvə, çatma zirvə olub. Ona görə ki, şəhidlər öz gənc yaşlarında öz arzularını, öz ailələrini, doğmalarını, övladlarını qoyub torpağı, namus, bayrağı qeyrət biliblər. Torpaq uğrunda, vətən uğrunda döyüşə gediblər və bilirsiniz ki, 1-ci Qarabağ müharibəsi çətin bir dövrə təsadüf edirdi. İstər ölkədə pərakəndəlik var idi, hərcmərcilik var idi. Bizim də təəssüflər olsun ki, mənfur düşmənimiz erməni həmişə hiyləgər olub, bizim dövlətin çətin məqamlarında, gərgin bir dövrlərində öz torpaq iddialarını ələ keçirtməyə, niyyətlərini ələ keçirtməyə çalışıblar. 90-cı illərdə həmin dövrlərə təsadüf elədi. O dövrdə nə dövlət yox idi, nə vahid komandanlıq yox idi. Ölkədə vətəndaş müharibəsi həddinə gəlib çatmış və belə bir vaxtda oğullarımızın ordu sıralarına getməsi böyük igidlik, cəsarət tələb edirdi. Onlar bilirdilər ki, onların arxasında güclü bir dövlət yoxdur. Bugünkü müasir dövrdə olan texnologiya yoxdur, silahlar yoxdur və bütün şəhidlərin timsalını, bütün şəhid ailələrinin qarşısında baş əyirik, hörmət ehtiramımızı bildirir. Rayon rəhbərliyi adından da salamlarımızı çatdırıb, hörmət ehtiramımızı bildiririk. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Söz verilir Sabirabad rayon icra hakimiyyətinin əməkdaşı, Veteranlar Təşkilatının sədri Qarabağ qazisi Fahib Hüseynova. Sabirabadımızın 1-ci Qarabağ şəhidlərimizin sayı 226 nəfərdir. Onlardan 42 nəfəri itkin, 42 nəfəri və bugünə kimi də 3 nəfərinin nəşi tapılıb. Çox şükürlər olsun. Bizim Salıqlıdan da mən bilirəm tapılanlar var, sayın bilmirəm. Şirin bəy yadımdadır, o kənddən olan tapılmışdı, bir neçəsi tapılıb. Mən arzu edirəm ki, bütün itkin düşənlərin heç olmasa məzarın nəşi tapılsın ki, bu onların əzizləri də bir gedməyə, ziyarət eləməyə bir yerlər olsun. Bu çox gözəl arzudur. Eyni zamanda da İsmail qardaşımızın. Əgər o dövrlər elə bir dövr idi, bizim bu müəlliməmiz danışdı, İctimai Şuranın sədri danışdı. Geri gəlmişəm, mən də Sabirabadda icra hakimiyyəti yanında İctimai Şuranın üzvüyəm. Bax,
o dövr həqiqətən çətin idi. Düzdür, dövlət var idi, adı var idi, amma dövləti idarə edənlər çox zəif idi, çox belə, yəni bir yandan onları da qınamırdılar, bir yandan həm onların öz xislətləri buna yol vermirdi, birləşsinlər, əllər versinlər falan. Hərə öz tərəfinə çəkirdi, partiya çoxluqları var idi, hərə bir qurum yaratmışdı, hərə bir batalyon yaratmışdı və s. Eyni zamanda da bizim hansı ki Rus ordusu Azərbaycandan çıxarıldı, o müstəqilliyimizin təzə dövründə, o ordu Rusiyaya getmədi, getdi Ermənistana və Ermənistanla birlikdə onları gücləndirərək bizim zəif ordumuza, demək olar ki, olmayan ordumuza qarşı müharibəyə başladı. Və bu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq 91-ci ilin axırlarından müharibəyə çevrildi və 94-cü ilin Ulu Öndərimizin imzalatdırdığı, məcburən imzalatdırdığı 94-cü ilin məşhur may atəşkəsinə qədər davam elədi. Amma mən deyərdim ki, 94-dən sonra da davam elədi. Ta ki 2020-ci ilin müharibəsinə kimi də davam elədi. Çünki mən o döyüşlərin canlı şahidi ki, mən 96-cı ildə tərxis olmuşam və o atəşkəs dövründə də biz əməliyyatlara gedirdik. Bizim o dövrdə də şəhidlərimiz olurdu, yaralılarımız olurdu. Yəni 22 nəfər tək bizim Sabirabaddan atəşkəsdən sonra şəhid olanlarımız var. Yəni hələ bunu son müharibəyə kimi deyirəm. Yəni elə bir çox çətin bir dövr idi həqiqətən. Yəni onları açıqlasan vaxt olmaz. Amma buna baxmayaraq, Ulu Öndərimiz hakimiyyətə gələndən sonra biz onda artıq Ağdamdan Füzuliyə gətirilmişdik. 702 saylı hərbi hissəsinə böyürdük. Yəni nömrə ilə deyirəm, biz 706 saylı hərbi hissəsinə döyüşçülər olmuşuq. Yəni artıq o hamıya bəllidir də, yəni o vaxtda yaşı düşməyən də, o vaxt anadan olmayanlara da bu informasiya vasitələrindən bəllidir ki, 93-cü ilin dekabr və 94-cü ilin əvvəllərində o uğurlu Horadiz əməliyyatı idi, bir neçə kəndin azad olması və düşmənlərimiz artıq gördü ki, yerin sahibi gəldi. Yəni Heydər Əliyev gəldiyi az bir müddətdə ordunu formalaşdırmağa başladı və ordunun özündə ruh yüksəkliyi əmələ gəldi və bunun da nəticəsi və ümumiyyətlə minlərlə insan orduya axışdılar, könüllü. Yəni bunun nəticəsində artıq ermənilər məğlub olmağa başlayırdı. Ona görə də yenə də böyük qardaşların hesabına o Bişkek müqaviləsinə məcburən yol çəkdi. Necə ki 20-ci ilin noyabrında cənab prezidentimizin o yumruğu ətrafında xalqımız, obamız, ordumuz birləşdi və onlara biz qalib gəldik. Amma digər rayonlarda məcburən imza ilə necə ki boşaltdılar və həmən o dövrdə də Heydər Əliyevin əməyi bu idi ki, onlara o atəşkəsi məcbur elətdirdi. Mən bunun gözümün şahidiyəm. Ona görə də bunları unutmaq olmaz. 30 illik yoldaşlıq, özü də çox əziyyətlər çəkib bizim kimi döyüşlərdə, oğlu da belə şəhid oldu. Allah sənin şəhidlərə rəhmət etsin. Yəni bizim aram, məqsədimiz, amalımız şəhidlərimizi unutmamalı. Əziz və hörmətli tədbir iştirakçıları, mən də ilk öncə şəhid valideynləri, şəhid ailələri başda olmaqla bütün bu tədbirdə iştirak edən insanlarımızın hamısına Allahdan möhkəm can sağlığı arzulayıram. Rayon rəhbərliklərinə, burada lazım idarələrdən, təşkilatdan, rəhbərliklərdən olan insanlarımıza, məktəb direktorinə, kollektivinə təşəkkürümü bildirirəm ki, bu günləri İsmail balamızın il dönümündə burada qeyd edirlər bizlə birlikdə. Bizi də dəvət edirlər, elə dəvət elədiklərinə görə elə minnətdar ol. İsmail balamızın əzizlərinə Allahdan səbir diləyirik. Necə, o da bizim dərdədir, yəni onun da ailə üzvləri, yəni Allahdan mən arzu edirəm ki, bir daha Allah Azərbaycan xalqına müharibə qismət eləməsin. Yəni Faiq qardaşım burada bizim ürəyimizdə olan söhbətlərdən dedi, yəni təşəkkür edirəm Faiq qardaşımıza. Faiq qardaşım da 92-ci illərdən bəri döyüşlərdə olan bir insandır. Veteranlar Şurasının sədridir, öz dediyi kimi. Buradan Qarabağ əllərinə Qayğı İctimai Birliyinin sədri olan Nuruş qardaşımıza da təşəkkür edirəm mən.
Turan rəhbərliklərinə də təşəkkür edirəm mən. Yəni daimi şəhid ailələrinə diqqət qayğı göstərirlər. Yəni bizim yaralı yerimiz odur ki, yəni bizim balalarımız şəhid olsa da bizim ancaq qürur hissi yaşamağımızın səbəbi odur ki, bizim o gözümüz qalan torpaqlarda başı aşağı olduğumuz o gəzə bilmirdik o torpaqları bizim balalarımız yəni azad elədi. Ona görə biz həmişə qürur hissi keçirdirik ki, bizim torpaqlarımız azad olunub. Bunların da azad olunmasına görə mən şəhidlərimizin hamısının qarşısında baş əyirəm. Qazilərimizə Allahdan şəfa, veteranlarımıza can sağlığı arzulayıram. Allah ölkə başçımızı qorusun. Ölkə başçımızın sayəsində, nəticəsində o müharibələrimiz azad oldu. Çünki Faiq müəllim çox gözəl vurğuladı. O vaxtı bəzi məsələlərə görə yəni biz o torpaqları ala bilmirdik. Hər bir şeydən azından çoxundan olurdu, vermirdilər. Yəni mən elə bu torpağımızın alınmasında elə ölkə başçımıza, cənab prezidentimizə təşəkkür edirəm ki, yəni bizim körpə nəslə bu müharibəyi saxlamır. Yəni o Əzizbəy balamızın bir atası olaraq Sevil polisində işləyirdi. Yəni bildiyimiz ki, mən də antiterror şəhidi Sevil polis Əzizbəy Muradovun həmin qazi olaraq, atası olaraq yəni buradan bildirmək istəyirəm ki, Allah ölkə başçımıza da can sağlığı versin. Allah ordumuzu qorusun. Allah Daxili İşlər Naziri Vilayət müəllimə can sağlığı versin, bütün polislərimizi qorusun. Çünki bizim polislərimizin hamısı elə 92-ci illərdə də, indiki döyüşlərimizdə də, vətən uğrunda girən döyüşlərdə də hamısı çiyin-çiyinə bizim hərbiçilərimizlə bir yerdə döyüşüblər. Yəni ona görə də mən Allahdan polislərimizin hamısına can sağlığı arzulayıram. Çünki əsayişimizi qoruyurlar, gecə gündüz yəni heç bayramlar da keçirdə bilmirlər. Yəni bizim rahat yaşamağımızdan ötürü, təhlükəsiz yaşamağımızdan ötürü canlarından keçirlər belə. Mən elə ona görə də Vilayət müəllim başda olmaqla, Daxili İşlər Naziri Vilayət müəllim başda olmaqla bütün polislərimizi buradan can sağlığı arzulayıram. Allah onlara güc qüvvət versin həmişə. Yəni yenə də təşəkkür edirəm sizlərə ki, bu tədbirdə İsmail balamızın tədbirində iştirak edirsiniz. Allah bütün şəhidlərimizin məqamlarını ucaylasın, məkanlarını cənnət eləsin. Çox sağ olun, var olun. Söz verilir şəhidimizin qardaşı Mustafa Vətənəliyev. Ben salamlayıram buradan gelen yoldaşlar hamısına, alemimizin adından salamlayıram. Ben bugünkü gün şehit kardeşim İsmail'in tedbirine yığışmasına göre çok sağ olun. Şehit gazilerimize uzun ömür, can sağlığı arzu ederim. Bu tedbire geldiğimiz için hamımıza, alemimizin adından çok sağ olun diyelim. Bizim tedbirde düzelmiş bu heyecanlı olduğunu danışabilirim. Bu tedbirde iştirak eden yoldaşların hamısına özümden teşekkür ederim. Allah Teala hamıya bu şehidi kapısına salmasın şehitliğini, bütün şehitlere Allah rahmet etsin diyelim. Burada Zülfiye müellime başta olmağına alemimizin adından, öz adından büyük teşekkürümüzü gönderiyorum. Çok sağ olun. Çok sağ olun. Söz verilir şəhidimizin qardaşı Mustafa Evresulov. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli tədbir iştirakçıları. Mən hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Və bugünkü gün mən bir şəhid qardaşı kimi saatlarla, günlərlə danışaram, bəlkə az olur. Mənim həqiqətən tanıyan bilən bilir, İsmail qəhrəman doğulub və bütün o edilən tədbirlərdə iştirak eləmişik və biz
həmin o şəhidlərin qarşısında baş əyirik. Həqiqətən bu şəhid ailələrin, onların valideynlərinin görəndə mən həqiqətən istər-istəməz, bilmirəm yaşlandım deyili yox, amma çox çətindir. Mən onlara səbir diləyirəm. Çox belə, nə bilim, valla, evlad itirmək çox çətindir. Allah şəhidlərimizə rəhmət eləsin. Mən çox danışa bilərəm qardaşım İsmail'dan. İsmail çox mərd olub və o Xocalının 20 yanvar hadisələrindən, o Xocaldan sonra o dedi ki, mən vətən dardadır, mən dayana bilmərəm də, mən gedib orada iştirak eləməliyəm. O öz çağırışdan da əlavə qabaq getdi, bankıma müraciət elədi ki, mən hərbi xidmətə getməyə fikri öz dəqiqləşdir ki, gedim. Biraz həyəcanlıyam, Allah hər birinizə öz təşəkkürümü bildirirəm. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə də can sağlıq arzu edirəm. Çox sağ olun ki, və bizi bu məktəbin bütün kollektivinə, başda Zülfiyə xanım olmaqla öz təşəkkürümü bildirəm ki, gözəl belə tədbiri təşkil edir. Çox sağ olun, çox var olun. Allah bu tədbiri işləyən cana sağ eləsin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlərin valideynin qarşısında baş əyirəm. Allah bir daha bizim bu xalqımıza müharibə göstərməsin. Allah cənab prezidentimizi qorusun. Allah can sağlığı versin ki, yəni bu alnımızın ləkəsini götürüldü. Çox sağ olun. Bizim bugünkü günü Mustafayev İsmail uşaqlıq dostum olub. Mənim üçün çox çətindir, çox igid oğlan olub. Allah onun simasında bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Hörmətli qonaqlar, mən də hər birinizi salamlayıram. Allah sizləri var eləsin. Məktəbin kollektivinə, məktəbin direktoruna öz təşəkkürümü bildirirəm ki, hər zaman mən bir neçə dəfə bu məktəbdə şəxsən tədbirlərdə iştirak eləmişəm. Həqiqətən də bu məktəbin kollektivi çox şəhidlərimizə, qazilərimizə həddindən artıq çox dəyər verir. Buna görə sizə öz təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin ki, hər zaman şəhidlərimizi yad edirsiniz, qazilərimizi yad edirsiniz. Şəhidlərdən danışmaq, nə qədər danışaq, qutarası deyil. Mən də müharibənin iştirakçısı kimi, bir qazisi kimi deyə bilərəm ki, şəhidlərimizin yanında olub, onların döyüşlərindən, necə deyim, onların o yaralı olduğu halda, özüm yaralı olmuşam, necə insan bir hisslər keçirdiyim, onun bir qabiliyyət xanım, Şəhid Məmmədovaların anası dediyi kimi, yəni onu yalnız yaşayan bilə bilər. Yaşamasın deyə bilməzsin ki, mən də o hisslər yaşamışam. Mən də öz növbəmdə bu tədbiri ərsəyə gətirən hər bir kəsə, Ramiz İslam, kollektivlərə öz təşəkkürümü bildirirəm ki, mən rəhbərlərə öz təşəkkürümü bildirirəm ki, hər zaman bu tədbirləri Mustafayev İsmail Sultanağoğlu öz ailəsinin, kəndinin, rayonunun fəxri, vətənin igid oğlu. O, gənclik illərində rahat yaşamaq üçün yox, vətənə borcunu vermək üçün yaşadı. Qarabağ uğrunda başlayan müharibə onun taleyini dəyişdi. O, tərəddüd etmədən silaha sarıldı və döyüş meydanına yollandı. Söz verirlər şəhid anası Qabiliyyət anaya. Şəhid ana Məmmədovun anası olaraq bütün tədbir iştirakçılarına salamlayıram. Bu günləri istər birinci Qarabağ müharibəsi olsun, istər ikinci Qarabağ müharibəsi. Bu müharibələr hamısı yalnız bir məqsədə Azərbaycan dövlətinin dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, suverenliyini qorumaq, millətin, xalqın var olmasına xidmət edirdi. Bugün İsmail qardaş başda olmaqla bütün şəhidlər tarixin şanlı səhifəsinə öz adlarını, öz qanları ilə yazdılar. Belə bir deyim var, vətən uğrunda ölən varsa vətəndir. Bu uğurların da arzuları var idi, bu uğurların da diləkləri var idi. Lakin vətən sağ olsun deyə bu dünyaya gözlərin əbədi yumdular. Şükürlər olsun ki, Azərbaycan xalqı, Azərbaycan dövləti bugün
dövlətlər arasında öz sözünü deyən bir dövlətdir, bir xalqdır, bir millətdir. Bugün Azərbaycan dövləti öz tərəqqi inkişaf yolu ilə gedir. Bütün bunlara görə Azərbaycan xalqı öz şəhidlərinə borcludur. Mən bir şəhid anası kimi daima bir arzum var, həm də həmişə olacaq. Şəhid sözü daim zirvədə saxlanılsın. Şəhid sözünün mənasını hər bir Azərbaycan xalqı dərindən dərk eləsin. Şəhidlər daimə baş tacı olsun. Mən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqına azadlıq, firavanlıq arzulayıram. Allah bir daha Azərbaycan xalqına müharibə göstərməsin. Heç bir ailə şəhid almasın. Şəhid sözünün mənasını yalnız şəhid valideyni bilər. Şəhid valideyni adını daşıyan insanlar bilər ki, bu sözün ağırlığı, çətinliyi nə dərəcədədir. Azərbaycan milləti daim var olsun, Azərbaycan xalqı var olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah gələn günlərin bu millətin xeyri uğurlu eləsin. Çox sağ olun. Şəhidin mahnısını ifa etmək üçün 7B sinif şagirdlərini dəvət edirik. Həyat demək, şəhidlik əbədi, səadət demək. Şəhidlik cihaddır, ibadət demək. Sərsən ibadətə durdu şəhidlər. Əsrlərdən bəri o qanlı bayraq hay salır, haykırır, dağlamalarla. Haqsızın önünü haqla alaraq haqqın qalasını qurdu şəhidlər. Onları dirildər Quran ayəsi. Şəhidin qanıdır hürlük mayası. Azadlıq məqsədi amal qayası. Bu yolda canını verdi şəhidlər. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qandan bir çöynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin qara, baxmayın soyuğa, borana qara. Cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan, araza sığmayan, kürə sığmayan, ən ali müqəddəs sözdü şəhidlər. Torpaq götürməsin bu qanı qardaş, bəlkə ana bacı kiçiyə dönər, yandıqca bir yana körüyə dönər. Vətən bu yoldan çətin ki, geriyə dönər, vətən çətin dönüb usanır qardaş, torpaq götürməsin bu qanı qardaş. Vətən üçün can verdilər, torpağa qan verdilər. Bayraq olub ucallar, şəhidlərə can qurban. Qəhrəmanlıq dastansan, tariximin aslansan. Adın qalsın dillərdə, ey şəhidim ürəklərdə. Ey şəhid atası, ağlama dik dur, qəlbində közərən yanını durdur. Düşmənin qəlbinə ağır zərbə vur, de ki cəsarətlə vətən sağ olsun. Ağlama atacan, ölməyib oğlun, ənca zirvədə o cənnətdədir. Gedib arxasınca müqəddəs yolun, indi o Allah huzurunda itaətdədir. Bu torpağa qan düşdü, şəhid diz söktü. Sanmasınlar biz ölmüşük, icidim var Azərbaycan, icidim var Azərbaycan. Vətən bizimdir bizim, ömrümüz dönür dağa, yollar aparır bizi, gedirik Qarabağa. Vətən qarşılar bizi, pay alır nemətindən, doymaq olmayıb sənin doğma məhbətindən. Xatirəsinə həsr olunmuş video çarxa baxaq.
vətənimdir, vətənimdir, vətənim.